Salam, hər vaxtınız xeyir olsun. Bu gün asan üsulla şirin qoğal hazırladım. Vloqlarımın içərisində paylaşım edirdim, amma ətraflı paylaşım istəyən qızlar var idi. Mən də bişirmişkən ətraflı çəkiliş edib paylaşım edirəm. Bunun üçün 5 stəkan süd, 2 stəkan su qazanımızın içərisinə əlavə edib qoyuram ocağın üzərində iliq olana qədər isinir. Burada isə 2 kiloqram un götürmüşəm. Üzərinə 2 ədəd yumurta, 1 xörək qaşığı şəkər tozu, 2 xörək qaşığı duz və 1 xörək qaşığının orta hissəsində maya əlavə edirəm unumuzun üzərinə. 100 qram isə yağı əridirəm, yenidən tökürəm xəmirimizin üzərinə. İsitdiyim süd, su, ilıq isitdim və tökürəm bunu da xəmirimizin içərisinə yoğururam. Yumşaq, çox da yumşaq da etmirəm, yəni ələ yapışmağı istəmirəm. Nə də ki, çox bərk etmirəm. Belə yumşaq, yəni ələ yapışmayan xəmir alındı. Üzərinə örtürəm, qoyuram mayalanmağa. Və artıq xəmirimiz mayalanıb, çox qəşəng mayalanmışdı. Kündələrə ayırıram. İçliyini də reseptini ətraflı şəkildə paylaşım etmişəm. Bundan öncəki videomda izləməyə, yəni ətraflı izləmək istəyən daxil olub baxa bilər. Belə kündələrə ayırıram. Təxmini 10-15 dəqiqə kündədə saxlayıram. Təxmini 10-15 dəqiqə kündədə saxladıqdan sonra fətirləri, daha doğrusu kündələri bu qaydada edirəm. Bir kündəni biraz əlimlə yayıram, üzərinə otaq temperaturunda gözlətdiyim yağı bu qaydada çəkirəm. Yenidən üzərinə kündə qoyuram, əlimlə biraz yayıram, örtürəm yağın üzərinə, sonra yenidən otaq temperaturunda gözlətdiyim yağı üzərinə çəkirəm. Bu reseptdə, yəni 2 kiloqram unun reseptinə təxmini mən 500 qram yağ işlətdim. Belə bu qaydada 6 kündəni bu qaydada etdim və qoydum listimizin üzərinə. Keçdim o biri kündələri də eyni qaydada hazırlayıb listimizin içərisinə 6 kündə edib qoyuram. Təxmini bu qaydada etdikdən sonra da 10-15 dəqiqə, yarım saat kündədə saxlayıram. Kündədə saxladıqdan sonra bu qaydada un səpirəm və xəmirimizi tək bir fətir halında yayıram. Yaydım bu qaydada belə hissələrə, yəni dilimlərə ayırdım. Bu qaydada bükürəm. İçərisinə yəni yağlı olduğu üçün yağ da əlavə etmədik. Yəni əvvəldən fətirlərin arasına qoymuşduq. Otaq temperaturunda yağı gözlədirik ki, yumşaq halda olsun yağımız. Belə hazırladıq, belə bükdük xəmirimizi. Sonra isə içliyini yığırıq, orta hissəsini bu formada açıb içliyimizi yığırıq kündələrimizin, qoğallarımızın içərisinə. Qoğalların içliyini yığdıqdan sonra isə təxmini yarım saat, 40 dəqiqə kündədə saxlayıram. Kündəyə düşdükdən sonra qoğallarımız çox qabarıbsa, ehtiyatla əlimizlə biraz da yayırıq. Sonra üzərinə yumurta çəkirəm. Yumurtanı mən sarısından ağından ayırmıram bir-birindən. İkisini bütövlükdə qarışdırıb vururam qoğallarımızın üzərinə. Zövqə görə küncüt əlavə etdim üzərinə. Bir hissəsinə küncüt əlavə etdim. Qalan hissəsini isə sadə qoğallar hazırladım. Və artıq qoğallarımız hazırdır. Qızlar, asan da olmağına baxmayaraq o qədər dadlı, yumşaq pambıq kimi alınır ki, həm işıltısı, həm görünüşü çox gözəl alınır. Hazırlayan hər kəsə nuş olsun. Bu günlük bu qədər. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.